alimler arasında olan ihtilaf yalnız fətret əhlinin ahirət haqqındadır. Allah Resulü sallallahu aleyhi ve sellem gönderildikten sonra ise fətret əhli mövcud değil. Şeyh buyurur ki Allah Resulü gönderildikten sonra fətret əhli yoktur. Yalnız fərdi olarak bazı kəslər ola bilər. Dünya hökmündə isə elm əhli onların müşrik olmasında ittifak ediblər. Fətret əhlinin dünya hökmündə müşrik olmasında ittifak ediblər, hətta varsalar belə. Fərz etsək ki, bir bölgədə fətrət əhli mövcuddur. Yenə onlara dünyada müşrik müamiləsi edəcəyik. Onların namazı qılınmaz, ölülərinə dua edilməz, malı miras olaraq alınmaz. Şeyx davam ederek buyuruyor ki, belə olduğu halda ey elm tələbəsi, ey haqqı axtaran kəs, yuxarıda zikr etdiyimiz kimi alimlərin mütəşabih sözləri ilə hökm vermə. Onların möhkəmlərinin kölgəsində başa düş. Əlbəttə sən Şeyxülislamın və Şeyx Muhammed bin Abdülvahabın mütəşabih sözlərini müstəqil olaraq qəbul etsən, onların cəhaləti üzr gördüyü qənaətinə gələ bilərsən. Amma cəhalətin üzr olmadığı haqqında icma olduğu və bu imamların əsla bu icmaya müxalifət etmədiyini yaxşı bil. Əgər Allahın kəlamında möhkəm və mütəşabih mövcuddursa, bəşərin kəlamında da olması qaçınılmazdır. Əgər sən iddia etsən ki, İbn Teymiyyənin, Muhammed bin Abdülvahabın bütün sözləri möhkəmdir, demək ki, onların sözləri Allahın sözlərinin üzərindədir. Bu iddiadan Allaha sığın. Allah sənə əmr etmişdir ki, öz kəlamındakı mütəşabihləri möhkəmlərə ərz edəsən. Lakin zamanımızın Murciyə, Cəhmiyə tayfası, Allah onların sayını artırmasın. Həm Allahın kitabındakı, həm alimlərin sözlərindəki yalnız mütəşabihləri götürərək onunla hökm verdilər. Möhkəmləri tərk etdilər. Mütəşabihlərə dayanaraq Allahdan qeyrisinə ibadət edənə müsəlman deməklə böyük bir cinayət etdilər. İslam dininin ana sütununu zədələdilər. Bundan daha şiddətli cinayət isə cəhaləti üzr görməyərək şirk əhlinə müşrik hökmü verənləri xariciliklə, təkfirçiliklə ittiham etdilər. Bu əqidə şübhəsiz ki, açıq, aşkar İslamdan çıxmaqdır. Kim desə ki, cəhaləti üzr görməmək xavaricilikdir, o İslamdan çıxmış mürtəddir. Kim desə ki, cahilliklə şirk edəni təkfir etmək xavaricilikdir, o İslamdan çıxmış mürtəddir.